Çox sağ ol. Bax, olan kimi qaytaracağam. Uzaqıb bir aya sən. Sus. Borc verdiğiniz dostlarınızı bəş-bəş qucaqlayın. Axırıncı dəfə. Çünki onları bir daha görməyəcəksiniz. Millət, bu cür videolar sizin də yəqin qarşınıza çıxır. Yəni güya ki, kimsə borc verdi və borc aldığı adam da atdı, qaçdı. Bəli, var. Atıb qaçanlar da var. Nə bilim, etibardan sui-istifadə edənlər də var. Onlar birbaşa məsəl üçün şərəfsiz adlandırılır. Yəni kim ki etibardan istifadə edir, kim ki kiminsə adına nəsə götürür, mal götürür, onu qaytarmır və kredit götürür kiminsə adına, özü qəsdən qaytarmır. Bir var qaytara bilməmək, bir var qaytarmamaq. O birbaşa şərəfsiz damğasıdır, yəni o kürəyindədir. Yəni bu videolara mənim maraqlıdır. Bax, girib baxıram kommentarlara da, rəylərə. Hamısı yazır, falan kəsə borc verdim, belə elədi. İnanın Allaha ki, yalan söhbətdir. O yazanların çoxu da Allahın olsun məni kimi, yəni borclu olan adamlarla. Mənə bir şey maraqlıdır ki, bu hamı yazır, bax kommentarlarda hamı yazır ki, falan kəsə borc verdim, atdı, nə bilim etibarsızlıq ilə və yaxud da nəsə yazırlar da ora. Görən bu borcu alan kimdir? Hamı borc verəndir da. Bunlar belə yazır, hamı belə görürəm ki, hamı borc verəndir, əl tutandır. Yəni bu borc alan kimdir görən? Yəni bu qədər. Yəni bilirsiniz nəyə oxşur? O elə bir ki, əsgərlikdən gələn hamı deyir ki, mən zor qulluq eləmişəm, mən belə qulluq eləmişəm, falan kəsi orada belə vurdum, falan əsgər qabağımda diz çökdü, falan kəsi belə nakazat elədim. Amma yaxşı, bu çumo kimi olub? Əsgərlikdə çumo kimi olub? Mənə maraqlıdır, həmişə maraqlıdır ki, bu əsgərin bir çumosu olub da, bu hamı döyüb vurub tutandırsa, bu vurub tutduqları kimi olub. Bax, o çumo mənə maraqlıdır da, üzr istəyirəm o ifadəmə görə. İndi bu borc alan kimdir? Elə hamı borc verən simasındadır da. Bu borc alan kimdir? O yetim kimdir? Bəlkə heç bu ölkədə yaşamır o insan. Bəlkə elə o bir nəfər də elə hamıya atıb çıxıb gedib. Yəni bilirsiniz nətərdir? İnsanlıq ölüb sadəcə. Kimsə kiməsə pul verəndə, borc verəndə oturub ancaq fikirləşir ki, və filan şey bu görən hara qaçdı. Verdiyi gün fikirləşir ha, verdiyi gün. Da fikirləşmir, demir, ay Allah, onun ruzusunu bol elə, o mənim pulumu qaytarsan, aramızda narazılıq olmasın və yaxud da o da işini aşırsın. Bunu deyən yoxdur. Var ya, Allah hamısını canı sağ eləsin, kim kimə əl tutursa. Amma onu fikirləşən yoxdur ki, bunu verdim, kömək elədim. Qoy Allah imkan yetirsin, bu da vəziyyətdən çıxsın da. Yəqin ki, imkanı var, imkanı yoxdur ki, mənə ağız açır. Bəlkə bunun bir maraqlanır, bəlkə bunun evində elə balasına çörək aparmağa pulu yoxdur. Yəni ona görə verə bilmir. Yəni bunu maraqlanan yoxdur. Elə hamı deyir ki, verdimsə almalıyam. Bax, biz belə deyək də, müsəlmanlar həmişə deyirik ki, yevreylər ağıllıdır, yevreylər ağıllıdır. Bir yevrey var idi, bizim müdürümüz. Onunla söhbət elədim. Deyir, Emin, sizin, yəni Moskvada olub da bu hadisə. Sizin deyir, sizdə belə bir xasiyyət var da. Məsəl üçün biz yevreylər, kimsə gəlir məsəl üçün kömək istəyir da. Deyir ki, mən məsəl üçün bir iş qurmaq istəyirəm. Mənə deyək ki, 100 min pul ver. 100 min pul ver. Biz deyir ona məsəl üçün belə bir kömək oluruq da. Yəni o 100 mini veririk. Deyir ki, məsəl üçün bir iş görmək istəyirsən. O 100 mini verdik. Oturub gözləmirik bu falan tarixdə pulu gətirsin. Biz onunla bəri başdan doqovar bağlayırıq. Ki, yəni məsəl üçün bu işi görmək istəyirsən. Burada nə qədər qazancındır? Məsəl üçün deyək ki, ayda 1000 manat qazancı. Oradan 20 manat, məsəl üçün deyirəm də xırda bir şey. Oradan 20 manat hər ay mənə pul köçür dərsən. Mən səni elədim biznesmen, iş sahibi və mənim də balansım artdı. Pulu da hissə falan vaxtda qaytararsan. Yəni bu minvalla həm o ona kömək olmuş olur və həm də bu da özü qazanmış olur. Yəni belə bir dəstəklərlə daha yaxşı olar. Nəinki bir gün məsəl üçün borc verib durub dalınca, məsəl üçün, ürəyin onun dalında qalmaq, yəni ki, o da bir şey deyil. Yəni, bilirsiniz necə, başa düşürəm, bu dəqiqə xalqın, mən deyərdim ki, 70-80% borcun içindədir. Kimsə kimdənsə pul alıb, kimsə kimdənsə mal alıb, bu dəqiqə sədərək, nə bilim, binə, hamısı bir-birinə borçludur. Aptaviklər o birlərə borçludur, o birlər bu birlərə borçludur. Bəzi, məsəl üçün, insanlar xaricdə mal vurub, onlara borçludur. Var, yəni bu dəqiqə bu vəziyyət yaşanılır. Amma elə insan var ki, birinə 10 manat verir, and olsun Allah. O 10 manatı demir ki, amma nə vaxt olar qaytarır. Fikirləşir ki, o 10 manatı görən bu nə vaxt qaytaracaq. Nətər birdən Allahdan rəhmə, bədbəxt oğlu 10 manatdır da, elə Allahdır, 10 manatı denəcək. Eyb yox, halal xoş olsun. Verə bilmirsən, vermə. Verə bilirsənsə, onun dalında, yəni ki, gözün orada qalmasın. Bəlkə o insan nəsə bir xeyir işə xərcləmək istəyir. Heç olmasa nəfsini tökmə. Yəni mənim bir dostum var, tanışım, onu, yəni ad çəkmirəm, onu tanıyanlar tanıyır. Get məsələn 1000 manat ondan pul istə, o çıxardacaq sənə 50 manat verəcək. Deyəcək bu 50-ni fikirləşmə. Mən sənə borc vermirəm. Get 950-ni axtar. Yəni hamı belə olmalıdır. Yəni İslamda da var ki, əl tutmaq istəyirsənsə, imkanın yoxdursa vermə. İmkanın varsa ver, amma o dediyi qədəri də olmasa müəyyən bir qismini ver, amma gözün qalmasın arxada. Onun pulun dalında qalmasın ki, o insana bir xeyir duanı ver.
Yəni belə şeylər məsəl üçün təmənnaya gətirib çıxardır. Məhz ona görə də insanlar bir-birinə əl tutmaqdan boyun qaçırdır. Düzdür, bəzi dələduzlar var hansı ki, alıb atmaq məqsədi ilə alır. Elə insanlar da var, onları mən belə başlıqda dedim ki, o insanlar şərəfsizdir. Kimsə kiminsə haqqını qəsdən alıb verməmək məqsədi ilə eləsə, o birbaşa şərəfsizdir. Yəni bu məlum məsələdir. Fərq eləmir cinsiyyətindən, istər qadın, istər kişi. Yəni Allah xalqımıza ruzu bərəkət versin. Allah hamımıza yetərincə pulu yetirsin ki, kiməsə ağız açmayaq. Borc pis şeydir. Borc utancaq bir məsələdir. Yəni düzdür, bir misal var, kişinin kişiyə borcu olar, kişinin kişiyə borcu olar. Yəni hansı ki, o kişi onun haqqında pis fikirləşməyəcək. Yəni o məsələdən gətiriblər ki, kişinin kişiyə borcu olar. Demirlər ki, kişinin borcu olar. Bu məsələ deyil. Allah xalqımızı qorusun, Allah ruzunuzu versin inşallah. Var olun Azərbaycan xalqı.